Hər vaxtınız xeyir Sport Info TV izləyiciləri, hər birinizi xoş gördük. Mən Elçin Cəfərov yeni video ilə qarşınızdayım. Həmişə olduğu kimi bu dəfə də videomuza keçməmişdən öncə Sport Info TV'nin YouTube kanalına abunə olmağı və izlədiyiniz videoları bəyənməyi sizdən xahiş edirik. Bəli, əziz dostlar, Azərbaycan Premyer Liqasında 6-cı tura yekun vuruldu. Maraqlı qarşılaşmalar da oldu, xüsusilə templi və belə deyək, adrenalin yüksək olan qarşılaşmalar da oldu. Elə mən istərdim ki, hesabat turunda yəni açılış qarşılaşması ilə bağlı fikirlər səsləndirək. İmişli-Zirə qarşılaşması 1-1 hesabı ilə başa çatdı. Ümumiyyətlə, İmişli hələ ki, hər kəsi təəccübləndirməyə bacarır, içi biz qarışıq. Yəni, bu heyətlə, oyun sistemi ilə və bu cür futbol anlayışı ilə məncə çox uzun duruş gətirə bilməyəcək. Nə baxımdan? Çünki baş məşqçi görünən odur ki, müdafiə futbolunda israr etməkdə davam edir. Amma oyuncuların potensialı daha artığına imkan verir. Bunu xüsusilə qeyd etmək istərdim. Amma çempionatın bu periodunda qazanılacaq hər xal Premyer Liqada qalmaq adına çox önəmli detaldır. Amma İmişlinin xüsusilə legioner futbolcuları və edilən nöqtə transferlər, mən deyərdim ki, daha çox topun hücumda qaldığı oyun anlayışında da fərqli performans sərgiləyə bilərlər. Bunu xüsusilə qeyd etmək istərdim. Zirə isə, belə deyək, ötən ildən fərqli bir şey etmir. Xüsusilə Rəşad Sadıqov oyun anlayışı olaraq, sistem olaraq ötən mövsümki oyun anlayışını tətbiq etməyə çalışır. Amma komanda stabil çıxışını davam etdirir. Bu çox önəmli detallardan biridir. Mən bunu xüsusilə qeyd etmək istərdim. Və çempionatda məncə sona qədər ilk üçlükdə mübarizə aparan kollektivlər sırasında yer alacaq. Baxmayaraq ki, biz əsas oyuncuların əksəriyyətini itirib. Qarabağ-Qəbələ qarşılaşmasında Qarabağın 2-0 hesablı qələbəsi qeydə alındı. Qarabağ Çempionlar Liqasının əsas mərhələsində Kopenhagen maçı öncəsi bu qarşılaşmada yəni ən azından Qurban Qurbanov göstərdi ki, xüsusilə dayaq yarım müdafiədə, hücum fazasında hansı formada çıxışlar olacaq və s. Bunu yəni sistem olaraq göstərmək, yəni bu üzərində işlədi. Amma oyuncu profilləri olaraq belə deyək, tam əsas heyət üzvlərinin əksəriyyəti yox idi. Bütün bunlara baxmayaraq yenə də Qəbəliyə qalib gəlməyə bacardı. Məncə Qəbələnin elə oyunun əvvəlində aldığı qırmızı vərəqə də mübarizliyi biraz arxa plana atdı. Azlıqda Qarabağa qarşı oynamaq çox çətindir. Yəni, bunu xüsusilə qeyd edək. Amma sona qədər Çxadadze oyun anlayışını sona qədər qoruyub saxlamağa çalışdı. Baxmayaraq ki, Qarabağ bəzi məqamlarda oynamağa imkan yaradırdı, bəzi məqamlarda imkan vermirdi. Bütün bunlara baxmayaraq 2-0 hesablı nəticə Qarabağın da Çempionlar Liqası qarşılaşması öncə bir əlavə motivasiya ola bilər. Bunu qeyd edək. Şamaxı-Araz-Naxçıvan maçında tərəflər hərəyə bir dəfə fərqləndilər. Şamaxı və Ayxan Abbasov özünə, yəni əlindəki oyuncu qrupuna aid öz oyun planı var və bu oyun planı üzərində dayanmaqda davam edir. Məncə düzgün addım da atır. Xüsusilə mərkəzdə gedən mübarizə fonunda qazanılan toplar var ki, müdafiə arxasına atılan ötürmələrlə təhlükəli epizodlar yaratmağa çalışır. Xüsusilə son vaxtlarda da standart vəziyyətlərdə daha yaxşı görünür kollektiv. Araz-Naxçıvan sanki Qarabağa böyük hesablı məğlubiyyətdən sonra bir toparlamada müəyyən problemlər yaşanır. Yəni, komandanın sanki belə ətalət basıb, yəni komanda nələrin baş verdiyini hələ anlamaqda çətinlik çəkir. Yəni, çox qəribədir. Yəni, çünki mövsümün əvvəlində edilən transferləri, yəni möhtəşəm Avrokubok qarşılaşmalarında oynamaqları və s. Bu bir istər-istəməz azarkeşləri fərqli Araz-Naxçıvan izləyəcək ümidinə salmışdı. Elə içi biz qarışıq, amma görünən odur ki, komandanın
fiziki göstəricilərində də, oyun planı üzrə qrafiklərində də müəyyən enişlər izlənməkdədir. Bəlkə də bu period gözlənilən idi. İndi klub Elmar Baxşev daha yaxşı bilir. Amma növbəti periodlarda, yəni bu formada davam edərsə, baxmayaraq ki, çox önəmli, təcrübəli oyuncuları var. Neftçi Karvan qarşılaşmasında həqiqətən bol qollu epizodlarla yadda qalan bir qarşılaşma oldu. Təbii ki, burada xüsusilə diqqəti bir nəfərə fokuslamalıyıq. Qəhrəman kimi Karvanın qapıçısı Kamran İbrahimov, anti-qəhrəman kimi isə aydın məsələdir Sambu. Yəni Sambuda israr etmək Samir Abbasovu da çox geri aparacaq. Çox geri aparacaq. Hətta biz də gördük ki, Samir Abbasov klubda deyil. Yəni topa daha çox sahib olan Neftçi izlədi. Sağdan, soldan təşkil edən hücumları sayəsində daha çox qol epizodu yaradan Neftçi izlədi. Amma bu epizodları ən azından birini qola çevirməlisən. Yəni bunu çevirmədiyin təqdirdə indi şans və s. məsələlər də müəyyən mənada dilə gətirənlər olur. Amma yəni bu epizodlardan birini dəyərləndirməlisən. Yəni dəyərləndirmədikdə nə bilim tarixdə nəticə qalır. Nə bilim 10 tur sonra heç kim deməyəcək ki, hə Karvanla oyunda bir nə qədər qol epizodu var idi ki, biz bundan yararlana bilmədik. Nəticə, yəni bu periodda nəticə çox önəmlidir. Turan Tovuz Kəpəz qarşılaşmasında Turan Tovuzun 3-0 hesablı qələbəsi qeydə alındı. Yəni heyətlər arasında səviyyə fərqi çox yüksəkdir. Turan Tovuz oyunu istədiyi tempdə idarə etdi, bəzi məqamlarda tempi aşağı saldı. Yəni oyunu rahat çevirə-çevirə istədiyi formada yekunlaşdırmağı bacardı. Sabah Sumqayıt qarşılaşmasında mən deyərdim ki, Sabah daha diri futbol nümayiş etdirdi, daha aktiv idi. Xüsusilə topun hücum fazasında qalmağına çox böyük imkanlar yaradan Dambrauskas oyun planı izlədik. Burada təbii ki, Sabah 3 qol vursa da hakimlərin var müdaxiləsi ilə ləğv edildi ikisi. Amma mən deyərdim ki, Sumqayıt yatıb durub şükür eləsin ki, bu qarşılaşmadan bir xalla ayrıldı. Yəni həqiqətən, yəni Sabah tərəfində hakimliyi ilə bağlı etirazlar var. Xüsusilə Dambrauskasın çox önəmli açıqlamaları var. Diqqət ediləsi odur ki, 90 dəqiqə böyük üstünlüyə malik olsa da Sabah, yəni onların da qol son 10-15 metrdə qeyri-dəqiqlik və qol epizodu yaratmaq baxımından müəyyən problemlər yaşadığını görmüş olduq. Bəli, əziz dostlar, ümid edirik ki, Premyer Liqamızda belə maraqlı qarşılaşmalar, qol epizodlu daha çox qarşılaşmalar kifayət qədər çox olsun və bu olduğu təqdirdə isə azarkeşə də maraq artır. Azarkeş də komandasının oyunu izləməyə can atır. Odur ki, növbəti təhlillərdə görüşmək ümidi ilə hələlik deyirəm. Hələlik.